Hər kəsi alça bağımızdan salamlayıram. Bizim Salyan rayonunun Xələt kəndində yerləşən alça bağımız bu il həddindən artıq məhsuldarlığını göstərir. Məhsul həddindən artıq çoxdur bu illəri. Bu da öz növbəsində bizi məhsulun satışı ilə bağlı yeni həllər axtarmağa məcbur edir. Biz də bu illəri ilk ildir ki, planlaşdırırıq ki, alçanın qurudulmuş formasında satışa təqdim eləyək. Bu səbəbdən biz təbii üsulla mini qurutma sexi qurmuşuq. İnşallah bu illəri alçanı qurudulmuş vəziyyətdə də ölkənin marketlərinə və digər mağazalara təqdim eləyəcəyik. Bütün fermerlərin bildiyi kimi Azərbaycanda alça istehsalı, alçanın yetişdirilməsi günü-gündən artır, məhsuldarlıq da artır. Bu səbəbdən alçanın satışında böyük problemlər yaranır. Bildiyimiz kimi bu alça da ixrac olunmayan bir məhsuldur. Azərbaycan əsasən daxilində satılır. Biz də bu niyyətlə istəyirik ki, alçanı həm məhsul kimi, meyvə kimi sataq, həm də onu qablaşdırıb, qurudulmuş turşu şəklində satışa təqdim eləyək.